Herkese salam, kanalımıza hoş gəlmisiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolu yöndəmindədir. Bizdə də şükür yaxşılıqdır. Bundan əvvəl izlədiyiniz videonu paylaşdım. Eyni gündür, bugün cuma günüdür. Allah neçə belə gözəl cumalar keçirməyi nasib etsin. Ürəyinizdəki arzularınıza çatdırmış olsun. Sevincimin həddi hüdudu yoxdur dedim qızlar. Həqiqətən mənim kanalımda aktiv oldu. Sizlərdən gələn yorumlara səsli olaraq cavab vermiş oldum. İndi mənim göndərdiyim səslər kimə çatdı, kimə çatmadı, onu bugün yorumlarda yazarsınız. Bunu mən dörd gözlə gözləyirdim. Düzü mən YouTube'da bir türk bloger var. Həmişə YouTube'un qayda qanununu örgədir. Mən pastayanla onu izləyirəm. Çox gözəl də yöntemlərə yönləndirir adamı. O demişdi ki, yaxında bu aktiv olma imkanı var. Hələ üstündə analiz gedir. Görüm nətər olacaq, nətər olmayacaq. İnşallah bir gün dəqiq deyə bilmirəm demişdi. Amma yaxında olacaq. Bugün o günü görmüş oldum. Belə bacılar, mağazinə gəlirəm. Kefir alacağım. Yani qatıq, bizim buranın qatığı da bilirsiniz, indi paçkalarda satılan qatıqla həncər olur. Onunla da doğğa pişirmək istəyirəm. Görək nətər alınacaq. Yəni etmişəm, yaxşı alınıbdır. Amma kənd qatığının yerini vermir, o başqa. Qış aylarında göyərti olaraq doğğaya mən bir kinza istifadə edirəm, bir də ki şüyüd. Bişib qutarandan sonra bacılar, bizim Gürcüstan zonasında çox var o, dərə çay qıraqlarında bitir yarpız. Qəşəng qoxusu olur, doğğaya istifadə edirik onu, bəzən də cencər xəngəlinə istifadə edirik. Ondan vururam. Onun da ki qurusu var hal-hazırda əlimdə. Bişib qutarandan sonra o qurusunu da vururuq. Qəşəng qoxusu olur doğğada, çox gözəl ləzzətdə alınır. Bəzi xanımlar görürəm yazırlar ki, qatığı bişirib qutarandan sonra göyərtiyi vururuq. Amma bizdə elə eləmir. İndi mən dədə-babadan nə görmüşəm, nə bilirəm, nənəm, mamam nətər bişirir, elə o cür hazırlayıram. Hamısını belə vururam. Burada vurmuşam yumurtadır, 2 yemək qaşığı undur, bir balaca da düyüdür. Bir də ki, göyərtini vuracağım. Qaynayıb bişənətən onu bişirəcəm. Ondan sonra yarpız da vurub, biraz sarımsaq vurursan, duz vurursan, əla doyğa olur. Belə başlayaq, doğğamızı hazırlayaq. Ondan sonra görək nələrlə məşğul oluruq. Sizlərlə tək-tək paylaşacağım. Əl üstü buraları biraz pariyat salaq. Ağda tökmüşük. Dünəndən qalan soğandır. Bunu mən təkrar olaraq ikinci istifadə etmirəm. Soğanı soyandan sonra təkrar olaraq istifadə etmirəm. Onu birazdan indi qaynadacağım. Yanına da bir dənə soğan qatıb saçımı yuyacağım. Ən axırda saçımıza vururuq. Tökülməsinin qarşısını alır. Qəşəng köməyi də olur bacılar. Onu yoxlamışam. İndi əvvəlki kimi tökülmür mənim saçım. Çox az tökülür. Biraz suda, baxın elə bil ki, görünürmü bilmirəm, tam bax bu qədər suda 2 baş yaxın, yəni 2 dənə belə orta boy soğanı qabıqlı da doğraya bilərik, qabıqsız da doğraya bilərik, yuyuruq amma tökürük. Bir 3-4 dəqiqə qaynadırıq, ondan sonra da ki, ilıqlaşandan sonra saçımızı yuyuruq. Saçın dibini, köklərini bərkidir. Bismillahirrahmanirrahim. Doğğanı mən belə bulamazsam məndə alınmır. Etibar edib qoymuram ki, elə birdən çürüyər.
Keçən dəfə mən paylaşmışdım kənd vlogu. Nəsibə çəkib atmışdı. Mən də paylaşmışdım. Orada mamam gil doğğa bişirirdi. Gəlinimiz bişirdi. Ondan sonra nə bilim belə qarışdırdılar. Sarımsağın zarını vururdular. O anlarında izləyən izləyicilərimizin bir neçəsi dedi ki, nə çox suyuqdur. Doğğa su kimi yalınır. Elə olanda qəşəng olmur. Yəni hərə bir cür edir. Hər bölgədə bir cür hazırlanır. Bizdə də belə hazırlanır. Çox qatı etmirik. Un vururuq deyə doğğa soyandan sonra qatılaşır. Lap belə qatı olanda da bizimkilər yemir. Nə görüblər, elə də alışıblar yeməyə. Qazımızın xodunu biraz artıq. Tez-tez doğğamızı hazırlayaq. Gəlir mənim bülbül. Bundan əvvəlki videoda izləmişdiniz. Cumaya gedirəm dedim, amma Allah bütün balalarımızın arzusuna çatdırsın. Gələcəkləri parlaq olsun. Hər cuma gedir, cumaya gəlir. Bol-bol dua edir. Deyirəm, necə dua edirsən, deyir, onu mən bilirəm. Gəldi, paşamız gəldi. Ay Ali, nə yaxşı evin yolunu tapa bildin. Yaxşı havadır. Biraz hava dəyişkənliyi mi etdiniz? Gözə baxdıq, çox sıfır başlayacaq, deyirdik, qocukmuza falan çıxıb besirik. Nə varsa, havalara video çəkirsən? Hə. Buradan prosмотр. Əllərini sağlıq, əllərini sağlıq. Sağ ol, balam. Приятно просмотра deyir, görürsünüz mü sizə? Xoş izləmələr deyir, bacılar. Yox, yaxşı baxmanızı. Hə də, xoş izləmələr, yaxşı baxmaq. Hamısı bir döyüm ay əli. Sən də mənim bütün səhvimi tutursan ay bala. Birdən mən örgədirəm sənə. Örgədirəm bir. Sana qurban olum. Bazara getmirəm, sözü pətələm ötələm danışmıram. Düz demirəm də, indi mən qrammatik rus dili bilmirəm. Əyri deyəndə o deyirəm, elə demək lazım deyil, belə demək lazımdır. Satıcılar gülür, deyir, biz başa düşürük onsuz da. Sizi kimi deyir, birinci sinifdən məktəb oxumayıblar ki, rus məktəbi də belə deyim. Uşaq tez götürür. Amma mən şəxsən neçə ildir buradayam, düzgün hələ də danışa bilmirəm. İndi elə bir iki dili birdən götürürdüm deyə, nə rusdan oldum, nə qazaxdan. İkisindən də başımı çıxardıram da, qazaxla qazax dilində danışıram. Rusla da rus dilində danışıram. Məncə bunun özü də bir başarıdır, bacılar. Yeri gələndə başını çıxardırsan da, elə kikilib qalmırsan heç yerdə. Əlini yudun mu? Həmin odur. Yarpızını da vurdum, altını söndürdüm, sarımsaqdır, duzdur, hər şeyi vurmuşam. Qəşəng dadlı, tamlı doğğamız alındı. İndi oradan necə görürsünüz qatılığını bilmirəm, amma bizim üçün əladır, yaxşıdır. Biz belə görüb belə götürmüşük xanımlar. Burada da qablarım hələ durur. Bundan əvvəl izlədiyiniz vlogda yuduğum qablardır. Yəni çəkiliş eyni günün çəkilişidir. Suyu dərilibdir. Mən qurlayana tan, bu işlərimi görənə tan, indi onları da yerləşdirəcəm. Biraz daha ortalığa dağıtdım, tökdüm. Gətirib, silib təmizləyəcəm indi. Uşaqların saçını kəstirməyə gəlmişdim. Daha Magnumda yaxın idi deyə dedim biraz gedim baş çəkim. Həm də evin ehtiyacları var, bir-iki şey Allahsıdır. Onları alım gəlim. İndi gəlmişəm, hələ bir göz hərləyirəm, görüm nə var, nə yox indirimdə, nələr var. Kofe götürək. Bundan ikisini götürüm, bundan bir dənə götürüm. Bundan. Bunların hamısı birindən də. İndi bunlardan da götürüm 2 dənə. Bəsələr. Uşaqlar hardadır? Hə, buradadır. Özlərinə çupa-çups axtarırlar.
Mən hər dəfə bu duzdan istifadə edirəm. Bu duzun içinin nə daşı var, nə qumu. Amma bunların için biraz daşlı kimi olur. Bunlar əladır. Aldıqca alırsan. İnsanın gözü doymur. Qismət gəldi arxamızca, dedi orada durun, gəlirəm, gətirəcəm. Elə də yaxşı oldu gəlməyi. Yoxsa mən bunları qolumda gətirəməyəcəydim. O da gəlirdi deyə biraz da artıq aldım. Hə, bunu da bura qoymuşam. Bir şey yenə var idi. Onu da uşaqlar yolda gələ-gələ paraladı. 30 dənə yumurta aldım. Endirimdə idi. Burada 2 dənə belə salfet aldım. Evdə hər dəfə lazım olan şeydir. Belə bir dənə süd aldım. Biz əslində kənd südü istifadə edirik, amma bununla bilinçik edəcəm. Ona görə aldım. Orada göstərmişdim. Bu duz əla duzdur qızlar. Baxın, mən hər dəfə bundan istifadə edirəm. İçi tərtəmiz. Bir dənə daş deyən şey yoxdur. Ağ duzdur. Duru yağım var idi. Hələ elə bir ki 1 litrin təzə açmışam başını. Burada da 2 litrdir. Bunu da elə zapaz olaraq aldım. Dedim dursun. Burada kilo yarım qreçka almışam. Bizdə bu qreçkanı çox zəif yeyirlər. Bişirirəm, yanına ya kotlet edərəm, ya tomatlı soslu cücə edərəm, toyuq əti. Bunu bişirərəm, yenə də belə qarın ağrısınla yeyirlər də. Düzgün əməlini yemirlər. 3 kilo pesog aldım. Dedim qoy artıq olsun. Burada da tofelərdir. İş yerinə də apararam. Orada da istifadə edərəm. 5 dənə tofe aldım. Burada undur. Un əslində biraz artıq alasıyam. Amma mən belə paçka ilə alıram. Bu dəfə bundan aldım. Görün bu nə tər çıxacaq. Bu endirimdəydi, bunu aldım. Bu aralar nə endirimdədir ondan alıram. Ondan istifadə edirəm. Qız vallahi ekonomiya etməyəndə olmur. Elə olur ki, nə baha olur. Bu yarı qiymət olanda elə bir ki o çeyrəkdən endirmə salırlar. Mən də elə alıram. Nə qayraq da devir o devridir. Burada da ki nar aldım bir dənə. Ondan sok çəkəcəm. Belə iri nardır. Bunu artlayıb yanına da apelsin aldım. İkisini birlikdə edib sok edəcəm. Belə bacılar, aldıqlarım bu qədər. Döylü mandarin orada qalıbdı, paraladılar. Görün, maşındaykən paraladılar. Baxın, belə xırda mandarin almışdım. Şirin mandarindir deyə evə çatmağa imkan da vermədilər. Baxın, belə. Balaca-balacadır. Nə canı var, nə cəsəti. Qəşəng mandarindir, amma deyirlər bunun mürəbbəsi yaman gözəl olur. Mən etməmişəm. Deyiləni eşitmişəm. İndi bilmirəm. Gözəldir, gözəl deyil. Neyse. Mandarindir. Bir də qəşəng buluşqa almışdım. Mak. Onu uşaqlar yox, mən bağladım. Gələnlə bir çay qoydum. Çay içdim. Yoldaşımla, qismətlə çay içdik. Belə buluşqa almışam. Nətərdir? Bu makdır. Qəşəng yumuşaq buluşqadır. Elə gözəl dadı tamı var. Bunu da biz paralamışıq. Uşaqlar yox. Aldıqları belə bu qədərdir bacılar. Bu da ki ailənin hədiyyəsidir sinif yoldaşına. İçində alıb yığmışam nabor olaraq. İntası göstərmirəm. Çünki bunu həftənin 1-ci günü hədiyyə edəsiblər sinif yoldaşlarına. Elə bir ki nə tərəd versəm, belə qalın içinə hər uşağın adını yazıblar. Belə götürürlər. Bunun qismətinə kim çıxır onu hədiyyə alır. Ali'nin də qismətinə bir sinif yoldaşı qız çıxıbdı. O da bizi kimi Azərbaycanlıdır. Ona hədiyyə alıbdı. Ona görə göstərmirəm ki, bəlkə də mən burada göstərsəm, 1-ci gündən izləyərlər məni. Yəni dəqiq bilmirəm. Bəlkə də izləyərlər. Görməsin ki, nə almışım da sürpriz olsun. Ona görə göstərmirəm. Belə bacılar, indi gətirim. Buraları yerləşdirin. Yumurtanı xaladenika qoyum.
Bir də nə deyəcəkdim? Bəzi izləyicilərim deyir, bəzi video çəkən xanımlar da deyir, yumurtanı xaladenikə yuyub bu qoyursunuz, yumadan mı qoyursunuz? Mən şəxsən yumadan yığıram. İstifadə edən vaxtı yuyuram üstünü, sotuma atsam elə edirəm, qırsam da yenə yuyub elə qırıram, onda yuyuram, amma indi yox. Nəysə, gətirim, yığım, yığışdırım. Allah hər kəsin qazancını bol bərəkətli etsin, şirin ağızla, süfrəsi bol-bol olsun. Belə. Gəldik buraya. Bu tərəf elə bil qarğa bazardır. Bizim uşaqlar altından girib üstündən arı çıxıblar. Hər yeri belə bu cür töküb töküşdürürlər. Hər 2 gündən bir xanımlar təmizləyirəm, paretke salıram. 1 saat, saat yarım çəkmir arası. Gən olur belə bu livas. Burada mənim ən çox fenlərim olurdu, bir də darağım. Başqa heç nə qoymurdum, bir də bu kutu dururdu. Gətirib fen, mənim saç kleyimi gətirib, Perex gətirib qoyublar. Burada da ki, hər şey var da bir sözlə. Özlərinin qayçısı, kağız, futbolçuları, daha nələr deyirsən var. İndi gətirim buraları. Qəşəng paretke salım, həm silim, təmizləyim. Biraz gözə xoş görünsün. Belə baxanda yorucu görünür. Boş durmayayım. Buraları da bir əl gəzdirim. Ondan sonra baxaq görək nə edirik. Bu da son halı. Nə qədər paretke salsam da xırda şey çoxdur deyə yenə qarışıq görünür. Bu isə qismətindir. Saatı var, dərmanları var, nə bilim belə xırda xuruş nəyi varsa da istifadə etdiyi buraya yerləşdirdim. Bura mənimdir, mənə ait olan polkadır bu. Burada yenə yarı mənim, yarı qismətin, belə deyə bilərəm. Mənim fenlərim durur. Burada bunun içində həm iynə sap saxlayıram, həm xırda xuruş belə şeylər durur. Bu da mənim bu tripodumun pultudur. Lazım olur deyə elə buraya qoydum. Amma bu kleyi götürəcəm. Bunu hər dəqiqə istifadə etmirəm deyə burada qalmasın. Bunu götürüb yuxarı aparacağım. Buralar belə. Bu 2 kraska Nəsibənin də bunu da mənə hədiyyə veriblər. Belə rəngi var. İnşallah baxım görüm nə zaman qoyarım. Bir də nəyə göstərəcəkdim. Bu duxu bu yaxından almışam xanımlar. Elə gözəl qoxusu var, elə qəşəng qalıcılığı var. Paltarın üstünə çəkmək olmur. Yəni bu şariklidir başı. Amma belə fıskırdan etmirsənmi, getmir, yuyursan paltardan yenə də getmir. Adını oxudunuzsa Chanel'dir. Bundan qurtarmamış yenə təkrar olaraq alacağım. Bir də bu duxum artıq az qalıbdı. Elə qutardadır. Bu da Alinindir. Belə buradakı mənim ıbır zıbırım.
Gecə saat 12-dir. Aldıqlarımı yerləşdirdim. Ortalığı paretkə saldım. Bulanan qablarım vardı bir iki dənə. Onları da yudum. Yani işləyən şey qalmadı. Bu videonu burada sonlandırmaq istəyirəm bacılar. Vallahi nə çəkəcəyimi artıq bilmirəm. Bu aralar elə hiss edirəm ki, videolarım qısa olacaq. Nə qədər çəkdiyimi bilmirəm. İndi gedib 1 saat da montajla cəbəlləşəcəm. Montaj edəcəm. Vallahi çəkilişindən çox montaj çətindir. Hər şeyə diqqət etmək lazımdır. Bəzən aşıbqalarımız da olur. İndi gəlib montaja baxacağam. 1 saat onunla oynayacağım. Ondan sonra səhərə inşallah Allah ömür versə paylaşacağım bu videonu. Öpürəm hər birinizi. Gecəniz xeyrə qalsın. Bizdə gecədə siz nə zaman izləyirsiniz, elə o vaxtınız, o dəqiqəniz, o saniyəniz xeyirli olsun. Gününüz həmişə xoş günlərə açılmış olsun bacılar. Hələlik salamat olun.